Selam kızlar. Bugünlerim sizinle ötedeyim. Sınıfla yani sınıf yoldaşlarımla fizika özel bir lise var. Lise içerisinde yani robot falanlar var. Başka bir uşaqlar robot falan hazırlayıp sizinle oraya gidip göstereceğim. Ve eğer bunlar çok beğeni falan gelse siz böyle üstünlük verəcəksiniz. Mən isə çox videolar çəkə bilərəm. Yəni dediyim kimi vloglarımı çox eləsəz. İndi mən siniflə getdiyim üçün maalesef bu məktəb forması geyinəcəm. Heç giyinmək istəməzdim. Müəllimim dedi ki, məktəb formaları ilə gəlməlisiniz. Məktəb forması ilə gedəcəm kızlar. Və hazırlaşıram. Sizdə necədir yorumlarda gözləyirəm. Belə olmağına baxmayaraq, telefonum çox yaxşı çəkmədiyi üçün, yəni biraz qəşəng düşmür. Ancaq elə qəşəng düşsün və makiyajımı tamamlayacağam. Belə üz kremim var, nəmləndirici və lip glossum var, istifadə edəcəm. Az biraz makiyaj edəcəm. Çünkü müəllim istəmirəm söyləsin və biz yola çıxırıq. Gördüğünüz kimi yola çıxırıq. Az yolumuz demək olarsa qalıbdır. Və qızlar, bu o qədər gözəldir. Burada mənim sinif yoldaşım da çəkir. Demək olarsa az bir yolumuz qalıbdır və bu məktəbə giririk. Görək, sizə göstərirəm. Bu uşaqlarla bir yerdə içəri giriş yolumuzdur. Belə bizə lazer falan, kəsişmələr falan bir məlumatlar verdilər. Və bura bir yer və burada o qədər gözəl bir drone falan var idi. Yaratdığı uşaqların çox çəkə bilmədim. Drone falan hazırlamışdı. Çox elə bir oyuncaq materialdan drone falan qarmışdı. O qədər maraqlı idi ki, yəni inanılmaz idi. Və burada sizin üçün göstərəcəm uşaqların əl işlərini. Gördüyünüz kimi çox qəşəng əl işləri var. Burada mən robot sürürəm. Burada müəllimlər var. Mənə öyrədirlər və mən üzünü bağlamaq məcburiyyətində qaldım ki, istəmirəm də görməyini və orada mənə öyrədirlər. Çox qəşəng, yəni rahatçılıqla sürə bilirəm. Çox maraqlı idi. İnşallah siz də bu yerə gedərsiniz. Gördüyünüz kimi sinif yoldaşım falan məni çəkir. Gördüyünüz kimi o qədər gözəl. Fırlanan kimi robotda gözləri başı fırlanmış kimi yumru xəttləri gedir. O qədər gözəldir. Mənə burada dedi ki, əllə, tokla işlədirəm və burada taxta oxşar bir şey var. Mən səhvlə bilmədim, belə vurdum. O da dedi ki, elə yox, alt hissəsindən vurandan sonra dedi ki, buradan hara keçib? Bu işarə qoyduğu yerə qədər keç. Mənə 4x basan kimi tam gəldi, çatdı. Buraya yarıya shorts videosu çəkmişdim deyə ona görə və indi mən dediyim kimi bu yoldur. Sadəcə elə belə qısaldıb bura qoymuşam. Bu giriş hissəmizdir. Nəysə, biz indi yola çıxırıq. Ta bu qədər idi. İndi evə gedirik qızlar. Demək olarsa yolları sizə falan göstərəcəm. Yəni çıxış yolumuzdur bura bizim. Qızlarla bir yerdə gedirik. Yəni yarı dediyim kimi kəsif düzəltmişəm. Yəni gördüyünüz kimi, yəni buradan müəllimimiz qabaqda gedir, biz sadəcə dalda getmişik və yola çıxırıq qızlar. Bildiyiniz kimi çox insanlarla getdiyi üçün yekə maşınla getmişik və yolumuza davam edirik. Yəni daha doğrusu evə gedirik. Çox qəşəng, maraqlı oldu. Burada sinif yoldaşım əlini çölə qaldırıb maalesef. Gördüğünüz kimi, əgər dediyim kimi çox like gəlsin, xahiş edirəm, yorumlarda bildiriş edin, nə olur. Əgər çox gəlməsə, yəni vlogumu maalesef bağlamaq məcburiyyətində qalacağım və sona erdi. Bu qədər idi. Burada biz fotomuz, kanalıma abunə olmayı unutmayın.